oyunda ilk qoru Ukrayna vurdu, amma biz vura bilərdik. 4-cü dəqiqədə o epizodu təzədən xatırlayaq. Elvin cinahda topu ələ keçirdi, irəlilədi və mərkəzə pas verdi. Yaxşı ara pası? Bəli. Mən qolla o səhv salmalı, o gecə vaxtı yuxu, həqiqətən yuxusuz. Bəli, ara pas verdi, amma ara pasını Nəriman təkbətək çıxdı. Zərbəsi biraz yavaş alındı, amma orada Nərimanın o zonanı görməsi, açılması, sprint eləməsi mükəmməl idi. Əlbəttə ki. Mükəmməl idi, həqiqətən. Kaş o qolu elə vurardıq, önə keçərdik. Və mən, yəni Nərimandan başlayaq da, Nəriman bugünkü oyunu necə dəyərləndirsən? 80 dəqiqə meydanda qaldı. Yəni o ümumi belə açıq desək ki, o biz gözlədiyimiz Nəriman effektini vermədi. Yəni Nəriman həqiqətən mən Nərimana daha çox şeylər gözləyirəm. Yəni istəklidir, çalışır, sürətlidir. Dediyi şansı necə yaratdı, birinci təzə başlamışdı onun. Yəni onun açılmağı, onun o istəməyi tabi, amma sonda tamamlamağa həqiqətən çatmadı. Yəni Nərimanı həqiqətən çox düşüblər. Nəriman həm cavandır, Nərimanın gələcəyi qabaqdadır. Həqiqətən Nərimandan gözəl oyunlar daha qabaqda görəcəyik, çox oyunlar, yaxşı oyunlar görəcəyik. Amma ümumi belə götürsə, həqiqətən Nərimanın yəni o effekti görmədik Nərimandan. Yəni ki, istədiyimiz oyunu almadı. Biz Nəriman tamam başqa cür fikirləşirik, tamam başqa cür düşünürük ki, Nəriman götürəcək üzərinə, aldadacaq, sürətlə yığacaq, şanslar yaradacaq. Amma elə bir Nəriman daha tez yoruldu, həqiqətən deyim ki, yəni... Bilsən niyə görə, Frans, sözü də kəssən, balından kəsim. Nəriman son vaxtlar zədəli oldu, xeyli oyun buraxdı. Qarabağda son çempionat oyununda oynadı. Bəli, tamam, razıyam. Ona görə adam o tonus ideal pik formasında deyil. Yəni fiziki olaraq kondisiyası imkan vermir ki, 90 dəqiqə oynasın, o tempdə oynasın. Bəli, düz vuruladı. Həqiqətən son zamanlar zədədə idi, təzə çıxıb və həqiqətən o formada ola bilər ki, formada deyil, amma yəni o şans var. Yəni indi bizə hamı deyirik ki, Aniya vurmadı, Aniya olmadı, amma futbolçu elədir ki, yəni baxırsan ki, 1 metrdən qapının içindən boş qapıdan qırağa vurur. Yəni bu futbolda olan bir şeylərdir. O da əlbəttə ki, istəyirdi qol vurmaq. Bəlkə daha yaxşı fikirləşib qapısını keçib daha rahat vura bilərdi və yaxud üstündən atıb tez fikirləşib daha tez üstündən atıb qol vura bilərdi. Amma futbolda belə şeylər olur. Yəni əsas məsələ gəlirəm ki, əsas odur ki, millimiz həqiqətən ürək açan futbol oynadı. Hamımız burada sevinclidik. Belə situasiyalar oyuna baxıb deyirdik ki, bayram eləyək, oyuna sevinə-sevinə girək. Manazdır ki, klanet atmışdıq orada. Oynaya olmadı, amma əsadı istədiyimiz futbolu gördük. İnşallah bunun davamı gələr.